Axşamınız xeyir müəllimə, necəsiz? Yaxşı olasınız inşallah. Burada müəllimə, yəni ki, birinci bucağın, üçbucağın hər iki bucağa verilibdi 80 dərəcə və 40 dərəcə. Əvvəlcə o 80 dərəcə ilə 40 dərəcəni toplayırıq. Yəni eləyir 120. 180-dən 120-ni çıxırıq ki, üçüncü bucağı tapaq. Eləyir 60 dərəcə. Yəni buradan bilirik ki, bu artıq 60 dərəcəli bucaqdır. Daha sonra 60-ı və 20-ni toplayırıq, eləyir 80 dərəcə. 180-dan da çıxırıq 80 dərəcəni, qalır 100 dərəcə. Cavab olur 100. Daha sonra bu isə ikincidə isə üçbucağın xarici bucaqları ilə həll edirik məsələni. Yəni üçbucağın xarici bucaqlarının cəmi 360 dərəcəyə bərabərdir. Yəni burada yazırıq ki, x üstə gəlinsin x plus 5 üstə gəlinsin 3x minus 20 bərabərdir 360 dərəcəyə. Buradan oldu 5x bərabərdir 375 dərəcə. Buradan x bərabərdir 75 dərəcəyə. Daha sonra üçüncüdə isə üçbucağın iki daxili bucağının cəmi bir xarici bucağına bərabər olduğu üçün yazırıq x plus 20 plus 2x minus 15 bərabərdir x plus 45'e. Buradan 3x bu, x də keçdi bu tərəfə. 2x bərabərdir. 45'in üstünə 15 gəldik, elədi 50, 60. 60'dan 20'sini çıxdıq, qaldı 40 dərəcə. X bərabərdir buradan 20 dərəcəyə. Daha sonra burada isə bu çökük dördbucaqlıda gedir bunun adı. Elə görmüşdüm kitabda. Siz dediyiniz nəsə yadımdan çıxdı, mən bilmədim bu üçbucağın adı nədir. Burada neysə ki, bu alfa bucağı bu üç bucağın cəminə bərabər olmalıdır. Yəni 30 plus 40 plus 70'e bərabər olmalıdır. Cavab eləməlidir 140 dərəcə. Daha sonra burada isə bizə bu alfanı verib, yəni içəridəki bucağı soruşursa, buradan alfa bərabərdir 150 çıxılsın 65 üstə gəlsin 40 dərəcə. Burada da cavab eləyir 45 dərəcə. Daha sonra bu üçüncüdə buradakı üç bucağa görə iki daxili bucağın cəmi bir dənə xarici bucağa bərabər olur. Yəni 70 dərəcəyə bərabər olur. Buradan isə 60 ilə 70'i toplayırıq, eləyir 130. 80'dən də 180'dən də 130'un çıxırıq, eləyir 50 dərəcə. Burada isə deməli burada isə müəllimə üçbucağın bunlar bərabər olduqlarına görə bunlar tənböləndir. Tənbölənlərin daxildə kəsişməsidir. Tənbölənlər daxildə kəsişən zaman olur 90 plus alfa bölünsün 2. Yəni 90 plus 60 böl 2 30. Cavab eləyir 120 dərəcə. Daha sonra burada isə xarici tənbölənlər, üçbucağın xarici bucaqlarının tənbölənləri kəsişibdir. Alfa buradan bərabərdir 90 çıxılsın 80 bölünsün 2 40 eləyir. 90'dan da 40'ını çıxırıq, qalır 50 dərəcə. Daha sonra burada isə yəni demişdiniz ki, üçbucağın xarici bucağının tənböləni ilə daxili bucağının tənböləni kəsişdikdə buradakı bu alfa bucağı bu bucağın iki mislinə bərabər olduğuna görə olur 30 dərəcə. Yenə də burada nəyi soruşur bizdən? Tərəfləri soruşur. Əvvəlcə biz bu üçüncü tərəfi tapmalıyıq. Yəni 180'dən çıxmalıyıq 68 plus 42'ni.
Bu eləyir 110, o da eləyir 70 dərəcə. Deməli, bura 70 dərəcədir. Yəni böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında kiçik tərəf durduğuna görə bunların ən böyüyü C-dir. C böyükdür B-dən, B də böyükdür A-dan. Yəni tərsi də doğrudur da. A kiçikdir B, kiçikdir C. Tərsi də doğrudur. Daha sonra burada isə deməli istənilən ixtiyari üçbucağın istənilən tərəfi həmən digər iki tərəfin cəmindən kiçikdir. Fərqinin modulundan isə böyükdür. Burada yəni x nə ola bilər? X olur. Hətta x olur 14 və 6-nın arasında. Burada isə yenə də yazırıq burada 2x minus 4 kiçikdir 12-dən, böyükdür bunların fərqindən, yəni 2-dən. Hər tərəfə 4-ü əlavə etsək olur 16. Buradan da 4 əlavə etsək 6. Hər tərəfi 2-yə bölsək 8, 2-yə bölsək 3. X yerləşdi 3 və 8-in arasında. Daha sonra bu misalda isə alfanı kiçik 90 dərəcə verdiyi üçün x kiçikdir kök altında 12-nin kvadratı üstə gəl 16-nın kvadratından böyükdür. Yenə bunların modullarının fərqindən, yəni 4-dən. Buradan x kiçikdir. Bu eləyir 144. O da 400 eləyir. Buradan 20 çıxır. Burada da yenə 4 qalır. Yəni x yerləşir 20 və 4-ün arasında. Daha sonra burada isə düzbucaqlı üçbucaqdır. Burada hipotenuzu soruşur bizdən. Hipotenuzun bilirik ki, özü katetlərin kvadratlar cəminin kök altına bərabərdir. Yəni 2-nin kvadratı üstə gəl 3-ün kvadratı. Buradan isə bu bizə verir 4, bu da 9, kökdə 13. Yenə də burada düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqdır. Burada bizə birinci bu kiçik düzbucaqlı üçbucaqla gedirik. Biri 10'dur, hipotenuz 10'dur, katet 6'dır. Bu kateti tapmalıyıq. Yəni katet bərabərdir. Kökdə 100 çıxılsın 36. Bu bizə verir 64, ondan da 8 çıxır. Deməli bura x 8 imiş. X 8, buradaki da aydındır ki burada 8. Biz yenidən hipotenuzu tapmalıyıq. Yəni x bərabərdir kökdə 8'in kvadratı plus 8'in kvadratı bərabərdir. Eləyir toplasan 8 kökdə 2, 64, 64. Onları da çıxanda oradan eləyir 8 kökdə 2. Daha sonra bunlar qaydalardır, yəni Pifaqor ədədləridir. Mən onları müəllimə heç cürə əzbərləyə bilmirəm. Sadəcə onları yəni tapmaqla, Pifaqor düsturu ilə tapmaqla eləyə bilərəm. Çünki əzbərçidən onların heç biri yadımda qalmaz. Bu isə yenə də bunları əzbərləmişəm. Yəni ixtiyari üçbucaqda hündürlük böldüyü hissələrin hasillərinə bərabərdir. Yəni bunların hamısını əzbərləmişəm. Daha sonra sizin üçün dərsdə soruşan vaxtı deyərəm sizə. Burada isə yenidən düzbucaqlı üçbucaqda hündürlük endirilibdir. Dedik ki, hündürlük kvadratı bərabərdir böldüyü hissələrin hasilinə. 4 vurulsun 9 edir 36. Onda h-ın özü bərabərdir 6-ya. Daha sonra burada isə
Daha sonra burada müəllimə, yəni o düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər olduğuna görə buradan avtomatik görürük ki, hipotenuz 12-yə bərabərdir. Digər katet isə, yəni burada bu 60 dərəcə olduğu üçün 60 dərəcəli bucaq qarşısındakı katet isə digər katetin kökdə 3 mislinə bərabərdir. Yəni buradan olur x 6 kökdə 3-ə bərabərdir. Burada isə yenə hündürlük endirilibdir. Burada isə müəllimə əvvəlcə bu kiçik düzbucaqlı üçbucağa baxırıq. Yəni burada bura 60 dərəcədir. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər olduğu üçün bu hündürlük 3-ə bərabərdir. Buradan isə Pifagor düsturu ilə x bərabərdir kökdə 3-ün kvadratı üstə gəlinsin 4-ün kvadratı. Bu da verir bizə kökdə 25. O da bərabərdir 5-ə. Daha sonra burada isə müəllimə, yəni hipotenuz 8 verildiyinə görə biz 8-i bucaqlar 45 olduğuna görə kökdə 2-yə bölməliyik. Yəni bunu da qoşmasına vururuq. Cavab eləyir 4 kökdə 2-yə. Daha sonra burada isə yenə də 45 dərəcəli bucaq olduğuna görə kökdə burada 8 kökdə 2-ni kökdə 2-yə bölməliyik ki, buranı tapaq ki, bura 8-dir. Daha sonra bu x-i tapmaq üçün isə, yəni o da hipotenuzdur. X-i tapmaq üçün x bərabərdir kökdə 8-in kvadratı üstə gəl 36. Yəni 6-nın kvadratına dəyişik yazdım. Bu da bizə verir kökdə 100, o da verir 10. Daha sonra burada isə bu müəllim düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən hündürlük hipotenuzun 4də 1 hissəsinə bərabər olur. Yəni biz buradan x-i, yəni x hipotenuzda, burada hipotenuzu tapmaq üçün 8-i 4-ə vurmalıyıq. Eləməlidir 32. Daha sonra burada isə müəllimə ixtiyari üçbucaqda təpə bucağı 120 dərəcə olanda təpə bucağının qarşısındakı tərəfi kökdə 3-ə bölürük, digər tərəfi alırıq. Yəni 6 kökdə 3-ü bölürük kökdə 3-ə, bizə verir 6-nı. Burada isə müəllimə, burada A təpəsindən hündürlük çəkirik. Yəni bu olur, bura artıq 5. Burada artıq bu hissəni tapmaq üçün olur 10, 3-ün kvadratı bərabərdir. X-in kvadratı plus, bura bir x desək, plus 5-in kvadratı da 25. Buradan x bizə verir, x-in kvadratı 144 verir, x bizə verir özü 12-ni. Deməli artıq bura 12-dir. Daha doğrusu sonra bu bütöv üçbucağı, düzbucaqlı üçbucağı hesablamaq üçün hipotenuzu burada x götürək, x-i burada tapmaq üçün 144 üstə gəlinsin. 144 üstə gəlsin. Burada da 5 ilə 11-i toplasaq bütöv tərəf 16, 16-nın kvadratı 256. Bu da bizə verir, yəni kvadratı 400-ü, x-in özü isə 20-ni verir. Daha doğrusu sonra ixtiyari üçbucaqda tərəflərə çəkilən məsafələr buradan bütöv hündürlük bərabər olur. Yəni HB buradan bərabərdir. H1 üstə gəl H2-yə. Yəni bu qaydaydı.
Burada isə bütöv, buradan bir dənə hündürlük çəkirik. Bu bütöv hündürlük bərabər olur. Yəni bu bərabərdir 4 üstə gəl 6 bərabərdir 10. Deməli bura 10'dur. Bura 10'dur. Yəni 30 dərəcəli bucaq qarşısındakı katet 10'dursa bura 20'dir. Bizdən nəyi soruşurdu? AB'nin AS'yə bərabər olduğunu deyirsə, deməli bunlar bərabər yanında üçbucaqdır. Buradan elə görürük ki, AC də 20'yə bərabərdir. Daha sonra bu tənböləndi. Tənbələnin xassəsinə görə 4'ün 3'ə nisbəti 8'in x'ə nisbətinə bərabərdir. Buradan 4x bərabərdir 24, x bərabərdir 6'ya. Ondan sonra hə müəllimə, bilirəm yorulduq, çox yorulduq. Allah canınızı sağ eləsin, yaxşı ki varsınız. Daha sonra burada yenə də burada bu tənbələn olduğu üçün yəni 3K'nın 15'ə nisbəti bərabərdir K'nın x'ə nisbəti. Buradan 3K x bərabərdir 15K'ya. K'ları ixtisar aparsaq x bərabərdir 5'ə. Burada isə müəllimə yenə də tənbölənin xassəsinə görə bura əgər x-dirsə, buranı mən 22 çıx x yazıram. Olur 18 bölünsün 22 çıx x bərabər olur 15 bölünsün x-ə. Buradan artıq olur 330 çıxılsın 15 x bərabərdir 15x bərabərdir 18 x'ə. Buradan 18x plus 15x bərabərdir 330'a. Buradan 33x bərabərdir 330, x bərabərdir 10'a. Yenə də buradan burada isə müəllimə yenə də tənböləndi. Burada isə müəllimə, yəni tənbölənin kvadratı bərabərdir. Bura bir m desək, 6 vur m çıxılsın 3 vur 4 12. Buradan bu m'i tapmaq üçün isə qıraqda 6'nın 3'ə nisbəti 6'nın 3'ə nisbəti bərabərdir m'in 4'ə nisbətinə. Buradan m'in 8 olduğunu bilirəm. Gətirib burada yerinə yazsaq l kvadratı bərabərdir 6 vur 8 çıx 12. 48 çıx 12 36. Buradan da l'in 6 olduğunu alıram. Daha sonra burada G nöqtəsini görən kimi bilirəm ki, artıq bunlar medianların kəsişmə nöqtəsidir, yəni ağırlıq mərkəzidir. Ağırlıq mərkəzi və medianlar kəsişmə nöqtəsində 1'in 2'yə nisbətində parçalandıqları üçün bura 10'dursa, buradan y 5'ə bərabərdir. Buradan x 8'ə bərabərdir və median olduğu üçün tərəfi 2 yerə böldüyü üçün z-in də 5 olduğunu alıram və alıram ki 8 üstə gəl 5 üstə gəl 5 bizə verir 18'i. Burada da yenə də ağırlıq mərkəzi gördüyüm üçün bilirəm ki, bunlar mediandır. Kəsişiblər bir nöqtədə. Və burada z-in 10 olduğunu bilirəm. Daha sonra burada bu 3'dürsə y-in 6 olduğunu bilirəm. Bura 5'dirsə x-in 10 olduğunu bilirəm. Və bizə verir 10 üstə gəl 10 üstə gəl 6 bərabərdir 26'ya.
Burada isə yəni bizə sahəni tapmaq istəyir. Buradan mən əgər bunlar bərabər bölünübsə, mən o dəqiqə başa düşməliyəm ki, bunlar medianların kəsişməsidir. Bunlar mediandır. Medianlar kəsişib burada 4 dənə bərabər yox 6 bərabər sahə alındığı üçün onu vururam 6-ya eləyir 60. Bu isə Stewart teoremidir. Bunu mən əzbərdən bilirəm, müəllimə öyrənmişəm. Burada yəni Stewart teoremini tətbiq eləyirik. Buradan x bərabərdir. 6-nın kvadratı 36 vurulsun 2-yə plus 4'ün kvadratı 16 vurulsun 3'e. Aşağıda 5, yəni 3 üstə gəl 2, 5 çıxılsın. 3'ü də 2'yə vururuq 6. Yəni hesablasaq x-i 3 kökdə 2 alırıq. Yəni burada vaxt uzamaq istəmədim. Sizdən, yəni videodan qabaq hesablamışdım bunları. Daha sonra bir dənəsi qaldı. Burada ise yine de Stewart teoremi. Buradan x'i tapırıq ki 3'ün kvadratı 9 vurulsun 4'e plus 6'nın yox müəllimə karıxdım. Burada isə müəllimə yenə də Stewart teoremi ilə yazsaq yazırıq ki 3'ün kvadratı 9 vurulsun 2 plus 6'nın kvadratı 36 vurulsun 4'e, aşağıda 6 çıxılsın 8 ve bu da yenə də bizə verir kökdə 19. Çox sağ olun müəllimə. Vaxtınızı aldım sizin də, yəni vaxt verib vaxtınızı sərf edib izlədiyiniz üçün təşəkkür edirəm. Sizin sayənizdə də bunların hamısı. Çox sağ olun. Allah razı olsun.